Hər kəsin sabahları xeyri açılsın inşallah dostlar. Səhər-səhər yuxudan durub, ayağa qalxmaq istəməyəndə, birdən yadıma düşür ki, həyətdə bəlkə çiçəklərdən hansısa açıb və toparlanıb yerindən qalxıb gedirsən həyətə, görürsən ki, səni bir dənə belə bir buket deyimmi, zəmbil mi deyim, bir qucaq gül gözləyir. Bundan gözəl sürpriz, bundan gözəl hədiyyə nə ola bilər? Mən elə gəlir ki, gül sevənlər üçün, çiçək sevənlər üçün heç nə. Elə bu bəsdir. Gününüz uğurlu olsun inşallah hər kəsin. Baxın, axı mən demişdim, çiçəklər buket şəklində, yəni toplu şəklində əkiləndə daha gözəl olurlar. Burada bir neçə soğan var, bir neçə kök var. Və nəticədə baxın, görün necə gözəl görüntü əldə eləmiş oluruq. Həm də ki, çiçəklər qabda əkiləndə istədiyin məkana qoyub oranı bəzəmək daha asan olur. Bütün bunları nəzərə alaraq öz həyatınızı gözəlləşdirməkdə istifadə edə biləcəyiniz ideyaları mən sizə təqdim edirəm. Əgər videolarımı bəyənirsinizsə, bəyən düyməsini basmağı unutmayın.